Daha öncə də paylaşmışdım, Osman və Əvəz arasında döyüş olacaq. Onlar üçün bu döyüş yarış kimi və prinsip məsələsi, mənim üçün isə iki fərdi tələbəm arasında sparring kimi olacaq təbii ki də. Bunlar ikisi də mənim fərdi tələbəm olsa da Osman 1 aydır boksla məşğuldur. Əvəz isə artıq 3 aydır boksla məşğuldur. Aralarında ciddi məşğulluq səviyyəsi var. Sadəcə məşğulluq aralarında çox ciddi boksla məşğul olma vaxtları var. Amma ki buna baxmayaraq mən Osmanla Əvəzin sparringinə yenə təkrar edirəm. Ona görə icazə verdim ki, Osman daha öncə də karate ilə məşğul olub və yarışlarda iştirak edib. Əvəz isə 3 ay məşğul olduğu müddətdə onu sparringlərə çıxartmışam. Onun da bu yöndə biraz təcrübəsi var. Buna da baxmayaraq onlar onsuz da dostlar, qardaşlar, bir-birlərini orada qanlı suyuna axıdası deyirlər. Sadəcə olaraq aralarında prinsip məsələsi var. Yüngülvari vuruşacaqlar. Bu yüngülvari sözü düzdür. Biz idmançılar yüngül işləyək deyirik, amma ringə girəndə artıq iş işdən keçmiş olur, daha da sərt. Nəysə, əl-qərəz uşaqlar. Döyüşümüzü gözləyin və indidən kommentlərdə bildirin görün. Hansınız Əvəzin tərəfinin, hansınız da jim eləməyən Osmanın tərəfini saxlayırsınız.